Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən çox dadlı, yumuşaq, az ərzaqla hazırlanan kəsmikli keksin hazırlanmasını bölüşürəm. Gəlin keçək hazırlanma qaydasına. Keksi hazırlamaq üçün 3 ədəd yumurtanı bir qabın içərisinə əlavə edirəm. Ardından üzərinə 1 stəkan şəkər tozu və 1 çimdik də duz əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Ardından yumurtalı qarışımın üzərinə 250 qram kəsmik əlavə edirəm. Qeyd edim ki, kəsmik ev kəsmiyidir. İstəsəniz blenderdan da keçirtə bilərsiniz. Mən blenderdan keçirtmədim. Elə-belə əlavə etdim. Sonra isə 250 qram otaq temperaturunda yumşalmış kərə yağı əlavə etdim. Onu da qeyd edim ki, kərə yağını duru yağla da əvəz edə bilərsiniz. Kərə yağının əvəzinə 1 stəkan duru yağ əlavə edə bilərsiniz. Bunları da birgə yaxşıca qarışdırıram. Sonra isə üzərinə 2 stəkan un əlavə edirəm. 1 bağlama vanilin və 1 bağlama qabartma tozu əlavə edib mikserlə qarışdırıram. Əvvəlcə xəmir sizə biraz qatı gələ bilər, amma heç narahat olmayın. Biskvit bişdikdən sonra, yəni keks bişdikdən sonra çox gözəl, yumuşaq, havalı bir keks alınır. Qabın qıraqlarında qalan xəmirləri də spatula ilə sıyırıb yenidən mikserlə qarışdırıram. Artıq xəmirimiz hazırdır. Bu qatlıqda olmalıdır. İndi isə diametri 26 sm olan formanı içərisini kərə yağı ilə yağlamışam. Xəmiri bura əlavə edirəm. Və üzərini də düzləşdirib əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada keksin üzəri qızarana qədər bişirirəm. Keksimiz bişdi, artıq hazırdır. Soyuduqdan sonra formanın içərisindən çıxardıram. İstəyə görə üzərinə şəkər pudrası da əlavə etmək olar. Mən əlavə etmədim. Dilimlərə ayırıb sizə göstərirəm. Çox gözəl, yumuşaq, kövrək keks alınıb. Burada sizə keksin yumuşaqlığını da sizə göstərirəm. Baxın necə də yumuşaq, pambıq kimi keks alınıb. Göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.